Nəfər varmış, deyirmiş ki, mən İmam Zamanı istəyirəm. Bütün günü deyirmiş, ağa, mən səni görmək istəyirəm. Var da belə adamlar, yaxşıdır da adam istəyər. Yapışıb ki, mən səni görmək istəyirəm. Orada namaz qılır, burada dua edir, ora gedir, bura gedir. Axır neçə müddətdən sonra İmam Zaman yatır, görür ki, İmam Zaman zuhur eləyib. İmam buna deyir ki, gəl. Deyir, nə yaxşı, mən səni axtarırdım. İmam deyir, sənin evin var, o evin haram qarışıb o evə. Onun puluna sat evi, cəmatın haqqını qaytar. Bu qalır belə. Ondan sonra deyir, malında filan qədər xums var, onu çıxart verir. Deyir, dedikcə imam, nauzubillah, əstəğfurullah, bu yuxudan büstəcə ayılır. Qışqırır ki, oğru gəlib deyir, ayılır. İmam Zamanın timsalında oğru görür ki, onun malını əlindən alır, nəyin əlindən alır. Nəyin nəticəsidir? Özünü hesaba çəkmədən imam gözləmək. Özünü hesaba çək, özünü təmizlə imam gələcək. Dalıca qaçmaq da lazım deyil.